Hesab edirəm ki, bu görüş çox vacib görüşdür. Həm Ukrayna üçün, həm Rusiya üçün, həm də elə Avropa Birliyi, ABŞ üçün. Çünki uzun müddətdir bu görüşün, belə görüşlərin keçirilməsi nəzərdə tutulur, ancaq buna Rusiya yaxud da Ukrayna razılıq vermir. Artıq, necə deyirlər, kartlar tam stol üstündədir, hədələr müəyyənləşib. Eyni zamanda ABŞ artıq 22 punktdan ibarət razılaşma protokol hazırlayıb ki, Rusiya buna tanış olsun və razılıq versin. Və doğrudan da birbaşa görüşün aparılması, danışıqların aparılması çox müsbət haldır. Və hesab edirəm artıq Ukrayna buna hazırdır. Hətta siz dediyiniz kimi Zelenski mayın 15-də Putini İstanbulda gözləyir. Və bu görüşün də artıq keçirilməsinə hər iki tərəf razılıq verdi. Putin Erdoğanla danışdı. Erdoğan onların görüşünü təşkil edəcək. Nə gözlənilir bu görüşdə? İndi bu görüşə Zelenski gedir. Ancaq Putinin özünün iştirak edəcəyi haqqında tam dəqiq məlumat yoxdur. Gözlənilir ki, o gedəcək, o bu görüşdə iştirak edəcək. Ancaq hələ bu təsdiqlənməyib. Hesab edirəm ki, Putin, necə deyirlər, öz təhlükəsizliyini qorumaq üçün ona zəmanət verilsə, bəli, zəmanət verilməsini gözləyir. Eyni zamanda o bu məsələni tam axıra qədər gizli saxlamağı sevən adamdır və hesab edirəm ki, Putin bu görüşdə iştirak edəcək. Bu görüş onun üçün çox vacibdir.